Ən təhlükəli şey mən sizə deyirəm, amma heç vaxt heç bir qohum pis də olsa belə ona pislik arzulamayın. Çox təhlükəli bir şeydir. İnsanın öz qan qohumuna, can ciyərinə, əzzinə pislik arzulamasını. Vallah billah deyirəm, öz-üzə qayıdacaq. Özü çox pis qayıdacaq. İnsan öz qardaşına, əmsi oğluna, xalası oğluna, dayısına, bibisine heç vaxt pislik arzulamaz. Arzulamamalıdır da. Nə qədər sənə pis olsa da, laqeyd olsa da belə şey arzulamayın. Heç ürəyinizdən belə keçirtməyin ki, kaş bunun başına bu bəla gələ. Elə şey arzulamayın. İnsan qohumuna pis şey arzulamaz. Qohum gərək öz qohumunun qazancını da saymasın. Qazancına da göz dikməsin. Nə qazanır, nə alır, nə eləyir. Məsələn, əldə elədiyi bir uğuru görəndə insan bir qohumunun sevin də. Ürəyin şad olsun, sevin. Vallahi insan nə qədər çox qohumunun, tanışının, qonşusunun uğruna sevinsə, aldığına sevinsə, yaratdığına sevinsə, Allah onun özünə də ondan qismət eləyəcək. Amma elə ki, insan bədniyyət olanda, kimsə qohumda bir yaxşı bir şey görəndə, pis olanda, yavaş-yavaş özü də tükənir. İnsan özündən gedəcək onun. Özünə, əslində ziyanı özünə vuracaq. Niyyətiniz nə qədər yaxşı olacaq qohum əqrəbaya, qohum qonşuya, bəhrəsini də özünüz görəcəksiniz.